Qardaş, biz müştəri ilə bəzən razılaşa bilirik. İndi bizim də öz memarlarımız var da. Bu memarları biraz razı salana qədər, bilirsiniz də, inşaat sektorunda memarla mühəndis həmişə bəzi ziddiyyətlər yaradırlar da. Təbii ki, memar xəyalları düşünür, gətirir, bunu inşa eləyər. Mühəndis hesab kitabını aparır ki, bunu necə inşa eləyəcəm. Memarları da razı salmaq lazımdır. Burada memarları bu teksturalara razı salmaq lazımdır ki, onların xəyallarına salalım ki, müştərilərin üstündə bizi inşa eləyək. Nətər deyirəm? Memarlar, siz də kommentlərinizi Əgər memarlar varsa, bu videoya baxan memarlar varsa, zəhmət olmasa bu laynerlər barədə, hər hansı bir layihələrdə bu laynerlər barədə əgər bir işlətmə mi deyim, əgər bir istifadə mi deyim, düşünürlərsə, bir fikir bildirsinlər, bir görüşək, danışaq, müzakirə aparaq. Yəni başqa da çeşiddə laynerlər var, fərqli variantlarda, teksturalarda, xəttdə, mərmər laynerlər var. Həm istənilən variantlar, mozaik laynerlər var. Gəlin danışaq, oturaq, söhbət eləyək. İstənilən variantda öz işlərimizi gözəl bir şəkildə irəlilədək. Hər kəsə təşəkkürlər, kommentlərinizi gözləyirik.